Salam əziz abituriyentlərimiz, hər vaxtınız xeyir olsun. İzləyicimizin istəyi ilə əvvəlki qəbul imtahanlarında iştirak etmiş, binom mövzusu ilə əlaqəli olan suallardan birinin izahına baxırıq. Deməli, sualımız belədir. X plus 1 üstü n binomunun açılışında binomial əmsalların cəmi 128 olarsa, biz bilirik ki, binomial əmsalların cəmi, yəni kombinizon vasitəsilə göstərilən əmsalların cəmi ki, ümumi düsturumuz 2 üstü n idi ki, bu düsturun qiymətini bizə 128 verir. Olarsa deyir. Bu zaman təyin edə bilərik ki, 128 özü 2 üstü 7-dir və buradan alınan nəticə n-in qiyməti 7-dir. Demək ki, bizim binomumuzun düsturu bu şəkildədir. X plus 1 üstü 7 formasındadır. Bizdən istədiyi binomun 5-ci həddini tapan. Bizə düsturu yadımıza salırıq ki, t k plus 1 şəklində verilərdisə, deməli, düsturumuz olurdu s n-dən k, s n-dən k vurulsun a üzəri n minus k vurulsun b üzəri k. İndi bu düsturumuzu verilən nümunəyə tətbiq edək. Deməli, k plus 1 ifadəsini bizdən 5-ci hədd istədiyinə görə t 5 yazırıq və k plus 1-i 5-ə bərabər edərək k-nın qiymətini 4 tapırıq və edəcəyimiz odur ki, t 5-in qiyməti olacaq k minus 10, n-in qiyməti 7-dir. 7-dən deməli, k-nın qiyməti 4-dür. Vurulsun. Bizdə a-nın yerində x durur. X üzəri olacaq n minus k, yəni 7 minus 4 vurulsun. B-nin yerində 1-dir. 1 üzəri k, yəni 4. Ardınca yazırıq ki, kombinizon 7-dən 4. Bunun qiymətini hesablayaq. Kombinizon 7-dən 4 bizə verəcək. 7 faktorial bölünsün 4 faktorial vur 3 faktorial. 5, 6, 7 bölünsün 6-ya ixtisar aparsaq 35 edir. Deməli, 35 vurulsun. 7-dən 4 çıxsaq 3 edəcək. 1 üstü 4 elə 1 verdiyinə görə cavabımız 35x-in kubu olur. Yəni E variantı. Siz də izləyicimiz kimi hansısa bir mövzuları çətinlik çəkirsinizsə, onunla bağlı müraciət edin, qeydlərdə yazın. Biz əvvəlki deməli qəbul imtahanlarında düşmüş həmin mövzu ilə bağlı suallardan seçək və onların həllərinə baxaq.